Salam Response kanalının izleyicileri, yeni günden yeni video ile karşınızdayım. Supermarket simülasyon oyunun ikinci bölümünü çəkərək. İkinci bölüm devam eləyir. 97 dollarımız var. İstədim bugün video çəkəmişdən nə qədər yorğun-qarnıq gəlməyimə baxmayaraq sizi videosuz qoymaq istəmədim. Baxmayaraq ki, izləyicilərimiz yoxdur. Buna baxmayaraq da biz öz işimizə sadiq olaraq həftəlik videomuzu atmağa davam edirik. Dostlar, bugün ikinci bölümdəyik. Bugün marketimizi böyütməyə çalışacağıq. Daha sürətli hərəkət edib yeni məhsullar, yeni lisenziyalar açıb bəlkə də işçi götürdük. Bu arada sizə bir şey deyim. Bax, burada mən keçən bölümdə izlədim, birinci bölümdə. Mən kassadan çıxarkən bu kassanı bağlayırdım. Bağladığım üçün də ona görə müştərilər yaxınlaşmırdı bura. Ona diqqət etməyi ona daha çox diqqət eləyəcəm. Gördüyünüz kimi rəflərimiz boşdur. Bu yerdə sizdən bir xahiş eləyim, videomuzu bəyənin, bəyənmə işarəsinə klik eləyin. Bu bizim üçün çox lazımdır. Fikirlərinizi qeyd eləmək bizə həddindən artıq lazımdır. Abunə də olsanız çox sevinərəm. Elə isə keçək görev başına, iş başına keçək. Alışverişi tamamlayın. Burada bir dənə görevimiz var. Alışverişi tamamlayın 24. Mağaza səviyyəsi 2-ni göstərir. Demək, nə edirik biz? Yeni mallar sifariş verməliyik. Yeni mallar sifariş verməliyik. Ona görə toptancıya daxil oluruq. Toptancıdan hərəsindən bir ədəd 83 oldu. Bura niyə? Bundan 2 dənə almışam. Bundan bir dənə eləyək. Dollar 91 dollar 105 dollar elədi. Səbətimizdə 105 dollar var. Bax, bunun birini çıxardırıq. 97 dollar elədi. Bizim 97 dollarımız var. Qəpiyə görə qaldıq çöldə. Bunu çıxardıram. Siləm bunu. Sifariş verirəm və rəflərimizi doldururam. Keçən bölümdə izlədim. Biraz çox yavaş irəliləmişik. Ona görə bu bölüm daha sürətli irəliləməyi fikirləşirəm. Bu arada rəhlərimizi bu rəfə yerləşdiririk. Etiket düşdü. Bura çox yaxşı. Bildiyiniz kimi buranın əziz sakinləri, biz hər şeyi çox ucuza satırıq. Bu məhəllədə ən ucuz market bizik. Biz olduğumuzu iddia edirik və arxasında dururuq. Yerləşdirək bura. Boş qutumuzu çöp qutusuna atırıq. Mısır gevreğini yerləşdiririk bura. Supermarket simülyasiya oyunu necədir? Bəyənirsiniz? Marketi böyütmək fikirlərim, xəyallarım var. Daha çox böyümək. Dostlar, marketimizi açaq. Open. Açdıq marketimizi. Işığımızı yandıraq. Işıq yanında bizə burada biriniz vaxt işığı yandırmaq. Çünki bizə burada fatura gəlir. Faturalarımız hazırda yoxdur. Alan böyütmələrimiz var. Alma. Bunlar irəli səviyyələrdə olan haqq hesablardır. Ona görə bunlara girmirəm. Bu kassanı açmaq lazımdır. Görürsünüz dostlar. Kassadan o açıq bağlamamalıyıq. Daha doğrusu açıq baxmamalıyıq. Kassanı getdi. Çöpləri toplama, ne yazdı bura? Çöpləri topla, yaxşı. Çöpləri topla. Kasayı kapat, geri. Burada zibillərimiz var. Atçısını basıraq. Buranı təmizləyik. Bizim bu sakinlər biraz
Bizi şişirmirlər, buna baxma. Market istədən olaraq gərək bunların bütün bu problemlərin ötəsindən gəlməyə bacaraq. Hər şey daha toplar. İşimiz var, yəni bu işimiz var. İşimizin olmağı çox yaxşıdır. 658, 658. Biz yuvarlaq rəqəmimiz var idi ki, 500 qəpiyimiz. O 58 saat oldu, bilmirəm. Sənə 50 sent qaytarıram. Bizim əziz supermarketin dəyərli mən geri al. $1 21 sent. Ha, nə deyirəm? Bizim marketin dəyərli müştəriləri. Sizi burada görməyə şadam. Sizi burada görməyinizə. Bizim $58 var və biz növbəti opsiyonundan sipariş verək. Bizim nəyimiz yox idi? Makarna. Yəni, baxım yadımdan çıxdı. Makarna. Bir ədəd makaron sipariş verək. Bir dənə gözəl xanım gözləyir bizi. Sizi istəyirəm. İcazənizlə. Sizi bizim marketdə görməyə çox məmnunum. 16 dollar. Təşəkkürlər. 8.79. 9 nə idi? Görəsən bizdə həqiqətən elə məktub var ki, axırı 9 olsun. Ay, $2 qayıt. 3.96. Qaytardığımız üçün bundan müştəri məmnuniyyətsizliyi qəbul edirik. Qəbul eləmədik. Rəylər qeyd olunur. Müəllim gəldi. Müəllim gəlsin, biz bu pəncərəni silək. Buyurun. Marketimiz fəaliyyətdədir. O, bitirmişlər. $44 yetəcək qədər nə al-al. Bir dənə də yağ alaq. $72. Əla. Çox yaxşı, sağ olun. Sizi yola salın. 90 $1 60 3 4 5. Bizim kasanı soyduz. Onu bulamadım. Tamam, onu bulamadınsa biz gedək onu axtararaq. Yox, onu gəlib də onları rəflərə yerləşdirək ki, diğer müştərilərimiz bizdən şikayətçi qalmasın. Çörəklərimiz də gəldi. Ay, çörəklərə heç toxunamıyorum. Aslında. Mısır gevreği çox satıraq. Qarğıdalı yağlarımız da gəldi. Bilmirəm, qarğıdalı ya günə baxın. Gəldim. $95. Geldi. Geldi. Teşekkürler. Ne makarna bulalım. Makarna getmişdim axı. Necə yəni bulamadım? $3.
akşam oldu. Marketimizin ışıklarını yandıraq. Bunlar çox önəmlidir. Mısır gevreği gətirmişəm ey xanım. Baxsanız bula bilərsiniz. 1 dolar 50 cent. Buyurun. Paket olacaq bəy. Demişsiniz olar. Onun üstdən duru yağı ne inirsiniz? 30 dolar. 1 dolar. 12 dolar. 100. Saat 9 oldu. Bundan sonra marketimiz saat dayandı. Bizim 76 dolarımız var. 42. Yok yok yok. 42. Altı. 60. 3. Bulamadım. Təəssüf edirəm. Pulumuz bitib tutanda. 104 dolarla marketimiz bitti. Günün bağlı qərar verdik. Pulumun az para üstü bir müştəriyə diqqətsizlik eləmişik, eybi yox. 104 dolarımızla növbəti günə keçirik. Hanınıza ne yazıb burada? Aşağıdakı ürünlərin satıramadım. Markette bir kassa satın al. Markette bir kassa satın al. 4 dolardan mən nə almayı? Fiyatlar 90'cı. Neydi? Çeşitli ürünləri kutuları olmadan taşımanızı sağlar. Ne demek? Neyse alalım. Ürünler. Nöbətimiz alınmıyor. Bir tanesini iptal edeyim. Yok. Burada mısır gevreğini iptal edeyim. O bitkilerden. Karar. Bu ne eləyirəm yox idi. Onun yox idi. Onu da sipariş verdik. Gələn Gələn paketlərimizi yerləşdirək. Orada mən nə saldım bilmədim nə aldım. Kas aldım. Ara sarkını açmaq veya kasayı seçmək üçün tab tuşuna basılır. Tab tuşuna. Önümdə kutu var. Bunu atam ya. Bu neyin imili? Kasa ürün yok. Kasada ürün yok. Kasada ürün yok. Ürünler necə edək? Kasadan çıxar. Kasaya eklə. Bu məhsullarımızı yeni dəyişə bildik, şimdi fırlar, basıltı, fırlar, alır. Neyse bu bize lazım olmayan bir funksiyadır. Aldıq qayaq yerindən. Bəlkə gələcəkdə lazım olar, amma hələ ki lazım deyil. Onu istəmişdilər. Təcil onlarımızı yerləşdirək. Sən gəl bura. Geç ora. Bizim seviye olma seviye gör. Biz gevreği alalım. Biz çok yavaş ilerleyelim. Belki biz çok yavaş ilerleyelim bu oyunda. Bu nerede? Bu bizim
Burada etimizi açsaq. Bircə sayı kurar, bir ürün satın isteğinizi alır. 8-9 dollarla mən nə lisenzya satın alınır. Demək yavaş irəliləyirəm. Əziz müştərilər, bu gün indirimimiz var. Görəsən biz niyə belə yavaş irəliləyirik dostlar? Bizim deponun qapısı da açılmır. Çox təəssüf edirəm. Marketimiz təmizdirmi? Baxa. Marketimiz təmiz deyil. Şöyle sileyim. Yani oyun adamdan saymır. Adamdan saymır. Sildirmir bize. Ev yok. Neyini? Əziz sakinlərimiz, bugün məhsullarımızda indirim var. Marketlərimizə buyurun. Yox, marketlərimizə yox. Supermarketimizə buyurun və gözəl alışverişlərimizdən. Onun için de necə keçdin sən? Bir müşteri kasada bekliyor. Abi siz mənə tanışırsınız. Bir yana baxın. O bir oyundakı pislər o. 97 dollar. 7 dollar söhbəti məni çox yorur. Teşekkürlər. Bizə xidmət eləməkdən yanından oldu. Sağ olun xanım. Buyurun, məhsullarımız təzə gəlib. Bir ürün fiyatları ayrılmadan sıfır. Allah. Gözə xanım. Bir nöqtəliyə. Almış. Biz niyə belə yavaş irəliyirik? Əlbəttə ki, izləyicilərimiz olsaydı bu yerdə bizə öz fikirlərini qeyd eləyərdi, biz də daha sürətli irəliləyə bilərdik. Heyif ki, izləyicilərimiz olmadığımız üçün biraz yavaş irəliyirik. Buna baxmayaraq irəliyirik. Hanım, siz mi gözlüyorsunuz? 10 dollar 85. Teşekkürlər. Hanımımız bir dənə bizdən akşam şirniyyat pişirəsiniz. Teşekkürlər. Şeker tozu. 5 dollar. Teşekkür edirəm sizə. Hanımdan deyəsən nəsə yadınızdan çıxdı, yenidən almayacaqsınız. Almışdınız da 2 paketdə yenə niyə aldın? Makaron da alır. Fikirləşdiniz ki, bizə onun daha çox lazım olar. Ona görə yenidən qayıtdınız. Bunun üçün sizə təşəkkür edirəm və sizi göndərirəm. Görək şəhərimizdə nə baş verir, nələr var. 50 dollarımız var və çox zəifdir. Buna minə bilirikmi? Yox, minə bilmirik. Çox təəssüf. Ben nerede bura geldi? Gəlirəm buraya kimi girə bilmirəm içəri. Bu da zibil paketləri, binalı dəmir. Piyada keçirdi. Bax, bu dostlar nədir? Bunu deyə bilərsiniz mənə. Bunu öz fikirlərinizi yazın. Bax, kasada zil çaldı, mənə çağırırlar olar. Zil demişkən, abunə olun. Bildiriş zillərini açın, zəhmət olmasa sizə bildiriş gəldiyi vaxt bizim kanala abunə olun. Burada. Gələkçi olar. Gələkçi olar. Marketi qoyub küçədə gəzir. Get. Bir ürün fiyatını ayarlamamış. Allah Allah. Var, nəsə alır və biz onun qiymətini ayarlamamış. Amma şəhər çox gözəl görürsən. Gəl, bura bizim marketdir. Bax eləyəcək. Bir dəqiqə gözləyin, nəyəsə ayarlamamış. Makaronla. Nəyəsə. Bunun belaları geldim. 12 dolar. 30 8
Çok iyi. Bizden bizi siz alışveriş elədiyiniz üçün sizə ayrıca təşəkkür edirəm. Hər biriniz bizim üçün dəyərlisiniz və bizim marketdə hər zaman sizi gözləyirik və hər dəfə yenidən görməyə şad oluruq. Nələ? İcazə versəniz, mən alışveriş edirəm. İcazəniz var. Gözləyə bilərsiniz, hər birindən bir ədəd sifariş versəm. 97 dollar oldu. Bir dəqiqə. Bizim yağımız var. Yağı səbətdən çıxardaq. Yağı səbətdən çıxardaq və sifariş verək. Dostlar, bizim market batır. Bizim market batır dostlar. Köməyimizə ehtiyacım var. Diləklərinizi qeyd edin. Axşam oldu. Marketin işıqlarını açmalıyım. Sürətlə yenə sifariş. İnsanlar sürəyə almır da, vermə sifariş. Un istəyənlər gəldi, yeni onların əsl kimyatı un. Şəkər tozu da var burada. Yavaş irəli. Bir şeylər dəyişməlidir burada. Ola nə deyir? Pastada olmayacaq. Çox təəssüf edirəm. Mən çatdırmağa çalışıram, bacarmıram, işığımızı yandıraq. Görürsünüz, işıq, nur, həyat və s. Ay, 50 sent. Kartını dəniş edirsiniz bəy. Olar, buyurun. Evet, bizden arada 2 dollar 50 Mısır gevreği bulamadık. Gətirmişəm. Biraz daha diqqətli olsanız bulabilirdiniz. 10 dollar. Buyurun bəy, hoş geldiniz. Vay, bizim marketin dəyərli müştərisi, sizi gördük, şad olduq. Həmişə belə alış-veriş eləyin, bizi məmnun eləyin. Sənin tutarı nə qədərlər? 25 dollar 50 sent. Vay, bu bizim rekorumuzdur. Bu rekora siz sahib oldunuz. Biz bu qədər məhsul satmamışıq. Hələ mısır gəvrəyi də istəyirik. Demək, mısır gəvrəyi zat da olsa, vaxtında gəlsəydi, alardı, nə qədər pul tutardı. Neysə. Siz də gözlətdiniz Məclis xanım. Bəy, kartdan da 9 güzel. Çok fena duruyor. 12 dollar. Buyurun. 12 dollar falan. 7 dollar. 50 sent istedim. Saat 9'u tamamladı. 7 dollar 50 sent. Bir tane çörek. Dollar. 1 dollar. Teşekkürler. Bak böyle günü tamamladık. Bizim 118 dollar pulumuz var. Bilgisayar bir ürün üstünsün satın aldı. Bu nerede orada neyse yanır ev oydu marketimizin neyse. Ha, neyim öyle? Günü bitirmeli.
Bax belə 118 dollar. Yeni günə başlayaq. Növbəti günə keçirik və tam doldururuq rəflərimizi. Hər şeydən bir ədəd sifariş veririk. Çünki yetərli qədər dollarımız var. 97 dollar 50 sent. Biz gələn malları yerləşdirərək rəflərə. Biraz səsimdən yorğunçuluq hiss edə bilərsiniz. Mənim əziz izləyicilərim, buna baxmayaraq hər şey qaydasındadır, davam eləyir. Teşekkür sokalma. Bir alımız geldi. Alsak kaldı. Alsak. Aslında ne fikirləşirsiniz? Bu markette neyi yapacağız? İlerleyək. Destek. Ses gəlir. Yəqin bilməm baxdım bu nəyəsə düşürdü. Onu tezdən girək. Ay güzeldi. Hep doğan. Bu ne? Likli. Her şeyimiz sipariş verdiği marketimiz doldu, müşterilerimiz çağırıyor, səsləyək. Hey hey aziz müşterilerimiz, hey hey. Sənin sakinləri, supermarketimiz açıldı. Supermarketin bu arada adını dəyişə bilərik. Oradan yaxlardan baxaq, görək nə var. Fiyatlar banka yönetimində ola bilərmi, özəlləşdirmələr. Özəlləşdirmə açmaq üçün marketi gəlişdirir. Yaxşı. Depo kilidini 8 dollar. Aa 8 dollar. Lisenziya 80 dollara satın al. İsə alan bədəli və alma bədəli 100 dollar. Bir ürün fiyatı belirləməmişəm ki, yaddaşa baxayım. Nəyimiz var burada? Bax, bu unun fiyatını aldığımız qiymətdən satıraqmış, ona görə zərər eləyirik. 95 dollar. 2 dollara satsam yəqin ki, əsəbləşməzsiniz mənə. Çünki market, buna bax, gör onu nə qədər alır xanım. Onun fiyatını koymuşuq otoboy qiymətini. Buna görə onu sattıra bilmirik. Bir paket un alaq. Bir paket bəlkə alaq. Ən çox nə gedir? Mısır gövreyindən al. 43 dollar. Mısır gövreyindən vaz keçirəm. Bir paket ondan alalım. Rəflərimə yerləşdirirəm. Orada hukuk geçirlər. Yəni gezmək. Bir ürün fiyatını belirləməmişəm. Yəni yazarıq onu. O kompüterdən yoxlayaq görək nədir o fiyatını belirləmədim. Olur. Beşər tozunu belirləmişəm onu və yağı belirləməmişəm çox güman ki. Yağ. Yağ bəllidir. Sən bəllisən. Un bəllidir, çörək bəllidir. Mısır gevreği bəllidir. Görəmiz qalıb. Makaron. Makaron bəllidir. Bəs niyə o görəvi deyir bizə? Kassa boş. Gəlin.
$100. Kasanın en çok telafi edin. $10. $15. Bakalım ulaşımız gelir. $50. $97. $1. Bugün de yekunlaşdıraq. Deyirəm, bugün də yekunlaşdıraq dostlar. Gələn bölümdə öz fikirlərinizi xahiş edirəm, qeyd edeyim ki, biz də bu marketdə daha sürətli inkişaf edib böyüyə bilərik. Həqiqətən yardımınıza ehtiyacım var. Təşəkkür edirəm hamınıza. Bir yağın birini fırlattı, neyse sen yaramazsın hani. Market təmizləyirəm, marketi. Nəsil var. Mən nə qədər işin ötəsindən gəlirəm dostlar, görürsünüz. $1. Daha da ortada. Şimdi bir gün yola vermişik. Ya 3 gün yola vermişik, bilmirəm. Bax, marketimiz gözəl şəkildə irəliləyir, oyunumuzu yaxşıdır. Bax, gün batışını seyr edirsiniz oradan, baba. Görürsünüz ağacın közəyini izahır gedim. Supermarket simülyasiya. Simülyasiya edilmiş supermarket. Yəni, sabah market açsanız necə dairə olunlar? Mən baxıb çəkməyim. Mən bu marketi batırmışam ona görə. Ziyandayıq qardaş. $57 var, amma buna baxmayaraq 4-cü ya 5-ci gündəyik. Zayıf irəliləmişik. Axşam oldu, ışıqlarımızı yandıraq. Çox demişəm, bizim faktamız var. Fiyatlar da olur. Ama fakta olur. Kira. Ay, kifaya da pul ödüyoruz. Biz baxdıq tükəndik, gitdik. Elə irəliləri çalar. Marketdə hər şey baha, bir dənə bir sözsüz mal satdı. Çox deyirik, az qazanırıq xanım, görsünüz əziyyətimizə qiymət verin. Bizim belə alış-verişlər eləyin ki, biz də qazanaq. Bizə xidmət eləyək. Mənim üstdən necədir? Dolanışıq var. Marketdən $49 var. Görürsünüz, rəflər boşdur. Sabah bilgisayar kullanaq bir ürün satın lisenziyalı ürün. Məhsul lisenziyası sipariş verməliyəm. O da $50 idi, nə idi? Gəl ondan yeni məhsul sipariş ver $150. Məhsul sipariş ver.
Gel bu pulla məhsul sifariş ver, məhsul al, lisenziya al. Çox çətindir, çox çətindir. Saat 9 oldu, marketimiz bitdi. Orada göz yaşı su damcısı var, o da düşüb aşağı, bilmirəm nədir o. Hər nəysə müştərimiz də gəlmir, saat 9-da kassadan ayrılaq görək nədir. Günü tamamlamaq üçün enter'a bas. Günü tamamladıq. Bulunmayan ürünümüz bir dənə oldu. 25 məmnun müştərimiz oldu. Bax belə gəlirimiz 126 dollar. Bunlar çox az göstərici. Dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Gəlin bölümdə görüşərik. Videomuzu bəyənin. Bura kimi izlədiyiniz üçün sizə ayrı təşəkkür edirəm. Ayrı xüsusi bir təşəkkürlərim var. Yaxşı ki varsınız, yaxşı ki bizim izləyicilərimizsiniz. Təşəkkürlər.